Burun ucu düşə bilərmi? Ən çox aldığım suallardan biridir. Burun ucu istər rinoplastikada, istərsə plastikada da düşə bilər. Niyə düşə bilər? Çünki bu tək həkimin əməliyyat texnikasından asılı olan bir şey deyil. Təbii ki, təbii yaşlanma prosesi var. Bu fizioloji bir haldır. Yerin cazibə qüvvəsinə doğru, ağırlıq qüvvəsinə doğru üzümüz, burnumuz, digər əzalarımız meyllənir aşağıya doğru və əməliyyatdan sonra da bu proses baş verə bilər. Əməliyyat olunmasanız da bu proses yəni öz yolu ilə davam edir. Əməliyyatdan sonra baş verməsinin səbəblərindən biri, birincisi dərinin çox qalın olarsa, burun ucunda düşmə ola bilər. Həm deyirəm rinoplastikada ola bilər bu, həm plastikada ola bilər. İkincisi, qığırdaqlarınız zəif olarsa, burun ucunu təşkil edən qığırdaqlarınız zəif olarsa, o zaman düşmə daha sərt qığırdaqlı pasientlərdə nisbətən biraz sürətli gedə bilər. Amma hər nə olsa belə əvvəlki burun formasının qayıtması çox nadirən olan bir şeydir ki, heç vaxt elə bir şey birəbir eyni olmur, yəni əvvəlki kimi qayıdıb düşə bilmir. Çünki orada qığırdaqlar kəsilib atılır. Və üçüncü nüans, pasientlərə bəzən biz əməliyyatdan sonra sarğı məsləhət görürük. Bəzi pasientlər yəqin ki, həkimlərdən öz getdikləri həkimlərindən çox bilirlər, elə düşünürəm və sarğıları deyilən vaxtdan daha tez açırlar ki, bu doğru deyil, məsləhət görülmür. Belə olan hallarda burun ucunda düşmə halları baş verə bilər.